Saat hesablı əməkə keçid çox yaxşı sualdır. Saat hesablı əməkə keçid hal-hazırda hökumətə təqdim olunub və hökumətlə müzakirələr çərçivəsindədir. Biz burada mərhələli keçid nəzərdə tutmuşuq. Saat hesablı keçid olduğu halda minimum aylıq normada qüvvəsində qalacaq. Bildiyiniz kimi bir çox ölkələrdə həm saat hesablı əmək haqqı, həm aylıq minimum əmək haqqı mövcuddur. Bəzi ölkələrdə yalnız saat hesablı minimum əmək haqqı mövcuddur. Saat hesablı əmək haqqı ilkin mərhələdə keçid üçün nəzərdə tutulub ki, natamam əmək müqavilələri ilə işləyənlər və bir ayadək əmək müqaviləsi bağlayan şəxslər saat hesablı əmək müqavilələrində çalışsın. Həftəlik, bu sadəcə olaraq təklifdir və bu istiqamət üzrə də hökumətlə müzakirələr aparılır ki, həmin əmək qanunvericiliyi qəbul olunsun. Mənim dediyim hal-hazırda bizim xidmətin təklif elədiyi təklifdir. Son qanun layihəsi necə olacaqsa, onu məhz hökumətlə müzakirələrdən sonra elan olunacaqdır.